Deməli, ilk maşın alanlardan danışaq. İlk maşınını alanların çox bir qisminin bir səhvi olur. Onlar maşını əyləncə vasitəsi kimi alırlar. Deməli, maşının rəngini seçirlər, pulu, luku yaxşı olsun. Amma öyrənmək söhbətinə gələndə isə hazır olmurlar. Onlar maşına bilirsiniz necə baxırlar? Elə bir ki, ilk dəfə mürəkkəb smartfon alan insan olaraq, yəni fikirləşir ki, alaram, elə onun düymələrini basa-basa öyrənərəm. Eləcə də maşına fikirləşirlər ki, alaram, sürə-sürə, belə bir səhv insanlarda baxış var, alaram, sürə-sürə öyrənərəm. Əslində sürə-sürə yox, vura-vura öyrənərəm alınır. Ona görə də bax, ilk sürənlərin səhvi ondadır ki, onlar əyləncə vasitəsi kimi baxırlar. Əslində isə maşına smartfon kimi yox, deməli, elektrik mişarı kimi baxmaq lazımdır. Çox qorxulu bir alətdir. Onu işlədə bilməyən ustanın əlini də kəsə bilər, həyatına da son qoya bilər. Eləcə də maşında, əgər sən maşını sürə bilmirsənsə, əgər sən bircə dənə səhv manevr, bircə dənə səhv hərəkət insan həyatına son qoya bilər.